Salam əziz izləyicilər. Bu şaftalda yarpaq bükülməsinin növbəti hissəsini çəkirəm. Mən hissə-hissə bunu ona görə çəkirəm ki, siz prosesi izləyə biləsiniz. Bu şaftallara skor deyilən dərman vurdum. Yarpaqlar bürüşürdü. Effektini də gördüm. Amma nüanslar var, onu da sizin görməyiniz vacibdir. Bu dəfə nəticəsini göstərirəm bu dərmanlamanın. Görəsiniz ki, necə təsir eləyir. Bax, bu ağac 4 dənə burada balaca ştildən bəhs eləmişəm keçən əvvəlki hissələrdə də. Bax, bu nisbətən az yoluxmuşdu xəstəliyə. Həmçinin də bu. Bax, bu iki ştil az yoluxmuşdu. Bax, mən o bürüşmüş yarpaqları qırıb atıram. İndi nəticəsinə baxaq. Bu nisbətən güya ki sağlam idi, az idi bürüşmüş yarpaqları. Amma ən böyük problem o birisi iki ştildə idi. Bax, məsələn, bu fikir verin. Bir də bu. Əvvəlki videoda, birinci hissədə bunların vəziyyətini çəkmişəm. Çox pis gündə idilər. Skor vurdum, 2 dəfə vurdum. Bax, bunun nəticəsi burada daha yaxşı bilinir. Bunu da qopardım, bu xəstə yarpağı. Bunu qopartmaq lazımdır. Bax, bu daradım, həm də görürsünüz, bıçaqların ucunu kəsmişəm. Nəticədə nə baş verdi? Aşağıda görürsünüz, təzə-təzə yarpaqlar əmələ gəldi. Və yarpaqsız ağac quruyacaq təbii. Ona görə bu yarpaqların əmələ gəlməsi vacibdir. Deməli, bu daha çox xəstəliyə tutulmuş, daha ümidsiz ştillər idi. Amma dərmanlama bu ştillərə daha yaxşı, daha effektli təsir göstəribdir. O təsirə səbəb də var. Nəyə görə? Bu ağaclarda meyvə yox idi bu ştillərdə. Meyvə olan ağac çox şirə tələb eləyir və gücü meyvəyə gedən ağacda çətindir o çox şirə verilməsi. Bunu da böyüklərdə görürsünüz, daranmadan sonra yeni yarpaqlar yaranır. Bu yarpaqları niyə göstərirəm? Daranması vacibdir. Ağacın daranması vacibdir. Çünki şirə çoxalmış olur da, belə deyək, az yerə xərclənirsə, az budağa gedirsə, ağacın gücü artır. Ağacın özünün gücü artır və ağac qurumur. Amma üstəgəl bir problem də yarandı mənim bağım üçün. Bu sizin bağda olmaya da bilər. Deməli, yağışlar yağdı və bax, bu ağaçların dibində göl çox qaldı. O balaca ağaçlarda göl az qaldı. Nisbətən tez qurudu. Səviyyəsi az oldu gölün dərinliyi. Ona görə o köklərdə də su olanda özünüz bilirsiniz, elə adi xəstə olmayan ağacı da dibi suda qalanda quruyur. Deməli, bu ağacların müqaməti zəif oldu. Düzdür, xırdapara bunu da daramışdım, ucunu kəsmişdim azca. Amma meyvələrini dərməyə əlim gəlmədi, dərmək lazım idi. Həm də biraz az idi deyə ümid elədim ki, bu dözüm gətirər. Bilmirəm, səhv elədim, düz elədim. İndi
Kim ki baxmayıb əvvəlki vəziyyətinə bu ağacın, baxmağı tövsiyə eləyirəm. Baxın ona da, görün əvvəl nə vəziyyətdə idi, indi nə vəziyyətə düşdü. Güman edirəm, daha bu ağaclar qurumayacaq və gələn ildə əgər yarpaq bükülməsi olsa, vaxtında skor vurub bunu aradan qaldıra bilərəm. Artıq bilirəm də bunun dərdini, dərmanını bilirəm. Və siz də bütün bu hissələrin hamısına baxsınız, sizin üçün də artıq o dəqiq biləcəksiniz ki, nə etmək lazımdır, nə vaxt eləmək lazımdır. Onun vaxtı da əhəmiyyət kəsb edir, nə vaxt dərmanlamaq. Bu xəstəlik tutmamış dərmanlasaydım, o skoru biraz tez vursaydım, yəqin ki, bu qədər ağac da zəifləməzdi və o xəstəlik də heç tutmazdı. Yarpaqların da deyirəm, xəstə yarpaqlarını. Çünki böyürlərdən artıq gördüyümüz kimi yarpaqlar verir. Təzə tumurcuqlar təzə yarpaq verə bilir. Baxın əvvəlkilərə də və o vəziyyətə düşməmək üçün qabaqlayıcı tədbir kimi skor, dərmanlardan biridir bu skor. Skor vurmaq lazımdır. Fungisit deyirlər, fungisit qrupu var, dərmanlar qrupu. Fungisitlərdən hansısa birini vurmaq lazımdır ki, ümumiyyətlə tutmasın. Məsələn, mən qismət olsa gələn il elə bunlar yarpaqlayandan sonra təzə yarpaqlayan kimi fungisit vurmağı planlaşdırıram. Siz də hazır olun gələn mövsüm üçün. Sağ olun, sağlıqla qalın. Amma bəyənəndə bəyəndim də klikləyin və bir rəy də yazın da. Oldu, sağ olun.